Salam, 3-cü suala baxırıq. Hündürlüyü 6 və oturacağının diametri 16 olan silindirin daxilinə eyni oturacağı və hündürlüyə malik konus çəkilmişdir. Konusun yan səthinin sahəsi ilə silindirin yan səthinin sahəsinin cəmini soruşur. Deməli, silindirin daxilinə konus çəkilib. Konusun və silindirin hündürlükləri eynidir və oturacaqları da eynidir. Baxın, bu olsun bizim silindirimiz. Deməli, bunun daxilinə konus çəkilib. Həm konusun, həm də silindirin oturacağı dairədir. Deyir ki, bizə, deməli, hündürlük 6-dır. Bura 6-dır. Oturacağının diametri 16-dır. Deməli, radius olacaq 8. Yəni, bura 8-dir, burada 8. İndi konusun yan səthinin sahəsini yazırıq. Konusun yan səthinin sahəsi S yan bərabərdir pi RL. Pi vurulsun, R-imiz 8-dir. L isə, baxın, buradan konusun hündürlüyünü çəkirəm. Silindirin hündürlüyü 6-dırsa, konusun da hündürlüyü 6-dır. 6, 8, bura düzbucaqlı üçbucaq alınır. 6, 8 isə hipotenuz, yəni konusun doğuranı olacaq 10. Pifaqor teoreminə görə. Deməli, konusun yan səthinin sahəsi 80 pi'dir. Buraya yazıram konus. İndi isə silindirin yan səthinin sahəsini tapaq. Silindirin yan səthinin sahəsi 2 pi RH. 2 pi RH, 2 pi, R-imiz 8, H-ımız da 6. Olacaq 96 pi. Bu da silindirin yan səthinin sahəsi. İndi bizdən bunların cəmini soruşur. 80 pi üstə gəl 96 pi. Bu verir bizə 176 pi. Cavab A variantı.